Salam aleykum. Deməli, normal butan əmələ gəlir. İzobutan. Normal butan yazıram. Və izobutan yazıram. Başlanğıc, sərf, bir də ki, taradlıq halı. Bu, deməli, 20 qramdır. Bu da 30 qram. Amma taradlıq sabiti dediyinə görə, ora kütlə ilə getmək olmaz. Ora qatlıqla getmək lazımdır. Ona görə biz bunu əvvəlcə qramı mola çevirməliyik. Bunu bölərəm maliyyə kütləsinə. İzomer dediyinə görə bunların ikisindən maliyyə kütləsi eynidir. Bu zaman normal butandan izobutan aldığına görə soldakı sərf olunacaqdır. Bunların qabağına naməlum bir işarə yazıram. Bu n-mol sərf olunacaq. Onda qalacaq 20 minus m bölünsün m-də, yəni riyaziyyatda da, yəni 20 bölü m-dən n çıxanda. Bu da n artır. Bu n azalacaq. Bu n artacaq. Çünki soldakı azalanda sağdakı artır. Bu da olacaq 30 üstə gəl mn bölünsün m. Buradan deməli əsasən həcmdə eyni olduğuna görə həcmlər ixtisar gedəcəkdir. Və taradlıq sabiti burada 3-ə bərabər. 3 bərabərdir. İzobutan yuxarıda yazılır. 30 üstə gəl mn bölünsün m. Aşağıda da 20 minus mn bölünsün m. M'lər gedir ixtisar. Və buradan mn bərabərdir 7,5-ə. Və artıq butanın kütləsi bu moldur. Bizə kütlə lazımdır bu. 20 çıx mn. 20-dən 7,5 çıxanda bu eləyəcək deməli 12,5. 30-un üstünə 7,5 gələndə 37,5 və 12,5-dən 37,5 eləyəcək 50. Vəssalam, burada da deyir ki, normal butanın kütlə payı 12,5 bölünsün 50 vurulsun 100. 12,5-i 50-yə bölüb 100-ə vuranda bu 25% edəcək.